bir-birinə doğma, yaxın olan insanların toplaşdığı məclislərdə birlikdə mahnı oxumaq ənənəsi çox təəssüf ki, Azərbaycanda yoxdur. Qonşu dövlətlərdə çox geniş yayılıb və məclislər zamanı kollektiv şəkildə oxumağa çalışırlar. Xüsusilə qonşumuz olan Gürcülərdə kollektiv oxumaq çox gözəl alınır. Ötən əsrin 80-ci illərində bir sıra ziyalılarımız belə bir təşəbbüslə çıxış elədilər ki, bizdə də ad günlərində, digər məclislərdə doğmalar toplaşanda kollektiv şəkildə mahnılar oxusunlar. Və təşəbbüskarlardan biri olan dəyərli jurnalistimiz, şəhid jurnalistimiz Osman Mirzəyev hətta General Kərim Kərimovla görüşərkən onunla birlikdə bir Azərbaycan xalq mahnısını oxumaq istədi. Başladı oxumağa və Kərim Kərimovdan da xahiş elədi ki, o da qoşulsun. Pəncərədən daş gəlir, ay bəri bax dedi. Ancaq uzun illər vətəndən kənarda yaşayan dəyərli həmyerlimiz Kərim Kərimov ona dəstək verə bilmədi. Elə Osman müəllim özü təklikdə oxumaq məcburiyyətində qaldı. Təşəbbüs də elə belə bu vəziyyətdə sonlandı. Kollektiv oxuma ənənəsini yarada bilmədik. Xalq mahnılarımız kollektiv ifa üçün çox uyğun mahnılardır. Bunlardan biri də Yaxan Düymələ mahnısıdır. Azərbaycanda çox sevilən, çox böyük sənətkarların ifa etdiyi Yaxan Düymələ mahnısı. Sallanıban gələn dilbər, yaxan düymələ, düymələ, məni dərdə salan dilbər, yaxan düymələ, düymələ. Yaxan Düymələ xalq mahnısını çox böyük sənətkarlarımız yanğı ilə, sevgi ilə, ustalıqla ifa eləyiblər. Böyük Xan Şuşinsk oxuyub bu mahnını. Ramiz Hacıyev oxuyub, dəyərli xanəndəmiz, ipək səsli, şirin səsli Ramiz Hacıyev. Bu il 90 yaşını qeyd edəcəyimiz gözəl xanəndəmiz. Arif Babayev oxuyub, dəyərli sənətkarımız, dəyərli xanəndəmiz. Ancaq təəssüf ki, bunların heç biri mahnının ortasında yaxud əvvəlində muğam oxumayıblar. Ən gözəl şeygə oxuyan xanəndələrimiz heç biri muğam oxumayıb. Ancaq mahnını o qədər gözəl ifa ediblər ki, muğam oxumasalar da Yaxan Düymələni dinləmək çox xoşdur və hamımız dönə-dönə, sevə-sevə dinləyirik bu böyük sənətkarların ifasında Yaxan Düymələ xalq mahnısı. Gönül sənə nələr demir, dilin dadı gülü yemir, keten köynək bendi gülür, keten köynək bendi gülür, Yaxan Düymələ, düymələ, Yaxan Düymələ, düymələ, dərdin alıyam, dərdin alıyam, dərdin alıyam, dərdini, mən dərdə salam dilbər, Yaxan Düymələ.
düğmeler, derdin alayım, derdin alayım, derdin alayım, derdini. Beni derdine salan dilber, yakan düğmeler, düğmeler. Yaşanlıkta huzur neler, yaşanlıkta huzur neler, huzur neler, çoban küre, sen kimi bilen, yosma dilber, yakan düğmeler, ne düğmeler, derdin alayım, derdin alayım, derdin alayım, derdini. Beni derdine salan dilber, yakan düğmeler, düğmeler. Yaşınlıktan kuzular, yaşınlıktan kuzular, kuzular, çoban güller. Sen kimi bir yosma dilber, yakan düğmeler, düğmeler, derdin alayım, derdin alayım, derdini. Beni derde salan dilber, yakan düğmeler, düğmeler. Şam salam kardeş, o dildarda yemiş, keten köyler bendi gümüş, yakan düğmeye, düğmeye, derdin alayım, derdin alayım, derdini. Beni derde salan dilber, yakan düğmeler, düğmeler. Beni derde salan dilber, yakan düğmeler, düğmeler. Xanım ifaçılarımız da bu xalq mahnısını sevə-sevə oxuyublar. Onlardan ikisinin ifasını sizə təqdim eləmək istəyirik. Leyla Şərifova və Müvəbbət Məmmədova. Leyla Şərifova Bakıda doğulmuşdu. Sonra bir müddət Tacikistanda yaşadı və Tacikistanın xalq artisti olaraq geri qayıtdı. Və Azərbaycanın da xalq artisti oldu, sonradan Almanya'ya köçtü və elə Düsseldorf şəhərində də vəfat elədi. Uzun və çox maraqlı ömür yaşadı. Bənzərsiz səsə malik olan başqa bir müğənnimiz Müvəbbət Məmmədova. Gəncədə doğulmuşdu, sonradan Bakıya gəldi. Çox gözəl ifaçı idi. Muğamları, xalq mahnılarını çox gözəl ifa eləyirdi. Yakan düymələrini də çox gözəl oxuyub. Kuzum erer, yaşlıkta kuzum erer, kuzum erer, çoban güler. Sen kimi bir yokma dilber, yakan düğmeyle düğmeyle, derdin alıp, derdin alıp, derdin alıp, derdini. Sen kimi bir yokma dilber, yakan düğmeyle
yakan düğmele düğmele, yakan düğmele düğmele. Köynayının gülü yaşım, köynayının gülü yaşım, tüten sümbüle dolaşım, güzellik sana yaraşır. Yahan düğme, la düğme la, derdin alım, derdin alım, derdin alım, derdini. Güzellik sana yaraşır. Yahan düğme, la düğme la. Kerem sana neler demiş, Kerem sana neler demiş, o zindana gülmüş, katan köyler kendi gülmüş. Yahan düğme, la düğme la, derdin alım, derdin alım, derdin alım, derdini. Katan köyler bende gömür. Yahan düğme, la düğme la, katan köyler bende gömür. Yahan düğme, la düğme la. Seygah muğamı üstündədir. Yaxan düyməli xalq mahnısı. Və əksər xanəndələrimiz bu mahnını oxuyarkən ortada gözəl Seygah muğamı oxuyublar. Və bu ifalar ən çox sevilən ifalardır. Belə ifalardan biri Baba Mahmudoğluna məxsusdur. Heç kimə bənzəməyən sənətkardır Baba Mahmudoğlu. Zil səsli, öz peşəsinə, fanatikləsinə bağlı olan Baba Mahmudoğlu. Çoxlu xalq mahnılarımızı oxuyub, çox gözəl də ifa edib. Xalq mahnılarımızın ən gözəl ifaçılarından idi Baba Mahmudoğlu. Bu mahnını da çox ustalıqla, ürəkdən oxuyub və ortada Vahidin qəzəlini Seygah muğamı üstündə ifa edib. Ya Rəbb, itirmişəm neçə gündür nigarımı, tezliklə sən yetir mənim olmazlı yarımı. Yoxdur gülüm, nə üzlə gəlim seyri gülşənə, bəxtim yenə xəzan eyləyib növbaharımı. Könlüm seni hey arzular, könlüm seni hey arzular, hasretinle alovlanar. Nazik beden vefalı yar, yakan düğme, la düğme la, derdin alem, derdin alem, derdin alem, derdin. Mən dərdən salam dilbər, yakan düymələ, düymələ. Bitirmişəm neçə gündür nigarımı, tezliklə sən yetir mənim olmazlı yarımı. Yoxdur gülüm
gelim seyir gülşene. Bəxtim bu il xəzan elif növ baharım. Allah'a üzrdən mənə hər kim xəbər verər. Billah sevindirər bu dili dağıdar. Namert rəqibin hiləsinə uydu dilbərim. Yandırdı, yandırdı. Yandırdı nar həsrət ilə mənim qəlbi sarımı. Başım bəlalıdır, ölürəm kimsə bilmir. Bir qara gözlü əldən alıb ixtiyarımı. Vahid, vahid, vahid. Bu şeiri yaz canana ömürdən gedir. Bir vaxt olur ki, bir vaxt olur ki, xalq oxuyar yadigarımı. Zabit Nəbizadə Yaxan Düyməli xalq mahnısının ən gözəl ifaçılarından biri. Ortada oxuduğu muğam da çox gözəldir. O da Vahidin qəzəlini oxuyub. Bilməm bu nazənin kimin istəkli yarıdır, ya hansı bəxtiyarilərin bəxtiyarıdır. Köynəyinin gülü yaşın, köynəyinin gülü yaşın, süsən sümbülə dolaşır, nə geysən sən, nə yaraşır, yaxan düymə, nə düymənə, dərdin anam, dərdin anam, dərdin anam, dərdini, nə geysən sən, nə yaraşır, yaxan düymənə, düymənə. Bilmem bu nazenin kimin istekli yardır. Bilmem bu nazenin kimin istekli yardır. Ya hansı bəxtiyarlar
Açtıkça gül cemalını açtıkça gül cemalını yerler ferahlanır. Güya ki güzellik aleminde bahardır. Dünya bu nazenin meleğin hasretini çekir. Dünya bu nazenin meleğin hasretini çekir. Halkın sevimli afeti hem şehriyardır. Her kim deyir ki sevme burana o güzelleri. Her kim deyir ki sevme burana güzelleri. Bir ki sevgi alemi bir ihtiyardır. Bir gün gelir ki mən gedərəm xalqı söyləyər. Biçarə vahidin bu qəzəl yadigardır. Aman ayda Kənarıdan baxıram, gəl məni kənarına al. Məni bu xəlqidən aləmdə sən kənar elədin. Klassik xanəndəmiz Can Əli Əkbərov Yaxan Düyməli xalq mahnısının ortasında bu qəzəli oxuyur. Özünə məxsus, bənzərsiz Yaxan Düyməli oxuyub Can Əli Əkbərov. Azərbaycan muğam sənətinin, muğam ifaçılığının ən böyük zirvələrindən biri. Nazlanıbam, gelen dilber. Nazlanıbam, gelen dilber. Yakar düğmeler, düğmeler. Beni derden salan dilber. Yakar düğmeler, düğmeler. Derdin alım, derdin alım, derdin alım, derdini beni derden salan dilber. Yakan düğmeler, düğmeler. Kadaya
elədi. Könüldə gizli olan sirri aşikar elədi. Sənin o sümbül müşkülümüz gahimidir. Senin o sümbül müşkülümüz gahimidir. Verib səba yelinə yaxşı tarimal elədin. Kənardan baxıram, gəl məni kənarıya al. Bu xalqdan məni aləmdə sən kənar elədin. Bilmez idim eşk nedir. Vay eşkine beni sen güzel düçar eledin. Fedaya o leblerine Gönçe gül kimi güldün. Ay bu bazmi eşimi bir tür felala zar eledin. Fedaya leblerine Gönçe gül kimi güldün. Bir tür falan nazar eledin. Redifin kafiyemi sencü behri bilmez idim. Ey finun şeyle bu serrafi sen şuar eledin. Aman 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 aydan dibine dadan. Göster ey gül üzünü bülbül şeyda gülsün. Gözlerin şövqüyle Nərgiz-i şəhla gülsün. Çıx çəmən seyrinə bu hüsn ilə, bu qamət ilə. Gül sevinsin gözəlim, sərv dilara gülsün. En güzel ifalardan biri Alim Qasımova məxsusdur.
uzun illər bundan əvvəl oxuyub. Hamımızın çox sevdiyi, hamımızın xiffətini çəkdiyi ifalarındandır Alim Qasımov. O qədər gözəl muğam oxuyub ki, eyni zamanda mahnının özünü də çox gözəl oxuyub və biz Alim Qasımovun o ifalarını xüsusilə çox sevirik. Böyük xanəndə Alim Qasımov. Mənər yaşıllıqda ey quzu mənər, quzu mənər. Çoban gülə sən kimi bir yosma dilbər, yaxan düyməm nə düymələr. Dərdin alım, dərdin alım, dərdin alım, dərdini. Sen kimi bir yosma dilbər, yaxan düymənə, düymənə, yaxan düymənə, düymənə, yaxan düymənə, düymənə. Göster ey gül üzünü, göster ey gül üzünü, bülbülü şeyda gülsün. Gözlerin şayok ile nergizi şehla gülsün. Çık çemen seyrine, çık çemen seyrine. Bu hüsneye, bu kavmet ile gül sevinsin, güzelim servi dilara gülsün. Aş dağıt, aş dağıt, Leyla kimi zülfün üzüne, derli aşıklarının eşkine sehra gülsün ay. Kezme bundan belə biganə ilə qorxum odur. Kezme biganələr ilə bundan belə qorxum odur. Ki gərək
gəzmə bundan belə biganə ilə qorxma dur ey bivəfa bivəfa söyləyib aləm sənə dünya gülsün hey ağlama eşqidə aşıqlar üçün ağlamaq eşqidə aşıqlar üçün nöqsandır ki gərək Yusif'in eşqində Züleyxa gülsün Vahid Vahid aşık ise Mecnun'a deyin ağlamasın Gelsin etsin bu güzel şuha Tamaşa gülsün ay aman 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 aydan 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində doğulmuşdu. Çox istedadlı müğənni, gözəl səsli, gözəl üzlü Şəfa Hüseynova. Alim Qasımovdan dərs alırdı, muğam öyrənmək istəyirdi. Muğamlarımızı çox sevirdi və gözəl də oxuyurdu. Ancaq təzə başlamışdı hələ muğamlarımızın sirlərini öyrənməyə və böyük ustad Alim Qasımovdan dərs almağa başladığı günü həyatının ən xoşbəxt günü kimi qeyd eləmişdi gündəliyində. Çox böyük gələcək vəd edən sənətkar idi. Yaşasaydı, çox dəyərli sənət əsərləri ifa eləyə bilərdi, gözəl muğamlarımızı ifa eləyə bilərdi və muğam ifaçılığında çox layiqli bir yer tuta bilərdi. Böyük sənətkarlarımızla, böyük xanım xanəndələrimizlə yanaşı durardı Şəfa Hüseynova. Ancaq ömür vəfa eləmədi. Saatlıdan, toydan qaydarkən avtomobil qəzasına düşdü və 30 yaşında tərk elədi bizi. Gözəl səsli Şəfa. Yaxan düymələ mahnısını çox gözəl oxuyub. O böyük sənətkarlara layiq oxuyub Şəfa. Ortada da Vahidin qəzəlini. Gəlin birlikdə dinləyək, görün nə gözəl muğam oxuyur. Bu gənc yaşlarında bizi tərk eləmiş gözəl səsli xanəndəmiz. Mənim qərarımı əldən o məhliqalar alıb, yaralı könlümü bir möhnəti bəlalar alıb, şikəstə könlüm tək sındırıblar balı pərim, əlimdə səngü cəfanı o bivəfalar alıb. Zəkat-ı hüsnünü ver, biqərar olub seyyid, əlində hər nəyi varsa gözü qaralar alıb. Sallanıp ağır gelen dilber, sallanıp ağır gelen dilber, yakan düğmeyle düğmeler, ben derdeyim salan dilber, yakan düğmeyle düğmeler, derdin alım, derdin alım, derdini
könlüm evi möhneti belalar alır. Şikəstə könlümdə sındırıldır bağ pərin əlində. Əlində sən bir cəfa, o bir vəfalar alır. Tökülüb xavlisyan tökülüb xalisiyən, harisi arın üzərə, xəzinə dövrəsinə getməz dəhalar alır. Mərizi eşqinə meymə, mənə əlac eylə. Mərizi eşqinə meymə, mənə əlac eylə. Ey mərizilər, gəlib səndən hamı dəvalar. Zəkatı hüsnü ver, zəkatı hüsnü ver, bir qarar olur seyid, əlində hər nəy varsa göz qarar.